Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bəli, biz artıq günorta yeməyindən sonra Incruzes'in top liderləri ilə bərabər Maximus Invest'in inşa etdiyi gözəl binaya gəlmişik. Obada yerləşir. Maximus Invest 3 gün ərzində Incruzes top liderlər, gələcəyin lideri adı altında keçirilən toplantının, treyninglərin rəsmi partnyoru oldu və sonuncu gündə inşaatlara gəlmişik. Hal-hazırda əməkdaşlar məlumat verirlər bina haqqında. Bina demək olar ki, hazırdır. Bu binada mənim də videom var idi bir neçə ay əvvəl. O zaman tam inşa olunmamışdı bura və artıq demək olar ki, hazırdır. Burada şəxsi hovuzlu 3+1'lər olacaq. Baxın, qarşısında şəxsi hovuzu olan 3+1'lər olacaq. Dənizə məsafə hardasa 3 kilometr, gözəl dağ mənzərəsi var. Ərazisi gözəl olacaq. Böyük hovuzları var. Böyük ərazisi var. Yeraltı parkingi var. Ətraflı videomda məlumat vermişdim. Yenə də bizi yeni izləyənlərə məlumat verim. Bəli, qonaqlar çox maraqla izləyirlər ətrafı. Onlara çox maraqlıdır. Çünki onların yaşadığı yerlərdə bəlkə də tam infrastrukturalı, sauna, hamam, qapalı hovuz, açıq hovuz, parking, kinoteatr, belə binalar olmaya bilər. Yəni belə binalar, bu formatda binalar hər yerdə yoxdur. Baxın necə böyük hovuz olacaq burada. Və ona görə gələn qonaqlarımız, Incruzes'in əməkdaşları çox maraqla izləyirlər, baxırlar. Bir qismi isə oradadır. Yarısı yuxarıdadır, yarısı isə aşağıda. İndi mənzillərin içinə də baxacaqlar. Burada isə hətta inşaat materiallarına belə göstərilir onlara. Və vaxtda əməkdaşımız Sergeydir. Ətraflı məlumat verir. Baxın, bunlar hamısı hovuzlu mənzillər olacaq. 3+1'lərdir və önündə hovuzu var. Belə tip, belə formatlar, məsələn Taylandda, Balidə, məsələn belə mənzillər var. Çıxırsan birbaşa hovuzu, aşağıda şəxsi hovuzu, yəni bura qarışacağı yoxdur böyük hovuza. Bir neçə dənə burada belə mənzillər var. Ümumi götürəndə çox mənzillər satılıb. Yəni bizi də izləyənlər belə yerdə, sakit bir yerdir. Dənizə yenə deyirəm 3-4 kilometr məsafədir. Amma burada transfer olacaq dənizə kimi. Bax belə, indi mənzillərə də bərabər baxaq. Binanın dış görünüşü çox yaraşıqlı, gözəl. Bu yaxınlarda da gözəl bir Qarqıcaqda butik binanı göstərmişdim. İzləyənlər baxıb 4+3+1 mənzil idi. Bu da Roman Drigadır, tanıyorsunuz. Roman, привет. Привет, привет. Как дела? Идем покупать квартиры оптом. Да, снимаем. Да, кстати, если вы Bəli, Roman Driga'da artıq təcrübəli olduğuna görə insanlara məlumat verir. Это уже другая цена. Можно сделать очень... Abi nasılsın? Yorulmadın? Nasıl? Yorulmadın? Hayır, tabii ki de. Devam ediyoruz. Çalışıyoruz. Идете пакетом. Kolay gelsin. Mənzilə baxırlar qonaqlarımız. Если вы идете пакетом, объединились с кем-то, то уже сбивается другая цена. Причем вы по одному. Отдельно кухня или там тоже. Просто очень прикольно, да. Я вам буду Ну я думаю, до 20 дотягну, далі не потягну. Далі вже не вигодно. Bəli, bu hovuzlu mənzildir. Şəxsi hovuzu baxın önündədir. İndi isə ikinci kollektiv gəlir. Посмотрите, плиточка какая красивая. Шумоизоляція.
месяц, да. Грубо говоря, где-то где-то 500. Из-за того, что сейчас в Черном море у нас проблема, знаете, да? Там, где Черное море. Как бы все арендаторы поехали сюда. Сейчас на долгосрок, на перед этим сезоном никто не хочет уже сдавать. Там отказывают даже собственники. Они хотят сдавать на сезон, потому что О, это холл, да, такой? да, Хороший. это 3+1, да, смотрите. Bəli, bu 3 artı 1 mənzildir, sərbəy mənzil. Одна из таких веткостей, она с отдельной кухней. 3 artı 1 ayrı mətbəx. Вот, бачиш, тут Да, зал здесь, смотрите, отдельно. здесь коридор, здесь отдельная кухня. Отдельно кухня. Bəli, bu mənzilin də şəxsi hovuzu var önündə. 3 artı 1 ayrı mətbəx. İnşallah bura tam hazır olanda biz də gözəl video çəkərik buradan. Нет, сдаются, смотрите. Если хотите, то есть... Mehmet kolay gəlsin. Nə söyləyəcəksən? Teşekkür ederiz abi. Yedirdik içirdik gezdiriyoruz. Evet Mehmet, devam et. Evet. Şimdi şöyle atmosferimiz çok güzel. Projemizin sunumundayız. Şöyle gösterelim mi? İkiye böldük grubu. Çok kalabalık oluyorlar. O yüzden dolayı çok güzel bir dinleyici kitlesini yakaladığımızda. Sergey Shtomorskada. Sergey ha. Sergey yazmayanlara da yazdırsana bunu sana zaten. Mehmet, Söyle işte telefon. Mehmet bu daire 3 artı 1 ayrı mutfak. Evet burası 3 artı 1 ayrı mutfak. Projemizde bunun önünde havuz var. Özel Bunu gelin havuz göstereyim. gösterdim Ha, öyle. gösterdiniz mi? Beraber bakalım. Öyle havuz var. Burada Alanya tabiriyle yani bu argo bir kelime değil, çimebilirsiniz. Şimdi dairelerimizde şöyle bir avantajımız var. Gördüğünüz gibi zaten ileri orada baktığınızda görüyorsunuz. Bizim havuzlu dairelerimiz. Bunlar her havuzlu, birinin evet. kendisinde 20 metrekare havuz var. Şöyle hesapladığınız zaman bahçeyi böleceğiz. Bu bahçenin önünde şöyle bir yolumuz olacak da bu bahçeden size ait bir havuz olmuş olacak. Zaten binanın her katlarındaki dairelerimiz çok geniş. Yan tarafımız 1 artı 1. İsterseniz hatta tabii çok geniş bir 1 artı 1'imiz var. Baktık ona az Ha, önce. baktınız mı? Evet. Yani dairelerimizin hepsi geniş. Küçük dairemiz yok. Oturabilecek daire. Herkesi bekleriz. Teşekkür ederiz. Mehmet kolay gəlsin. Devam ediyoruz. Teşekkürler. Burada da Aslandı məlumat verir müştəriyə. Алло. Zəng gəldi aslında. Да, ну это разбивается на все квартиры, получается они... Roman qonaqlara aktiv şəkildə dəstək verir, kömək edir, sualları cavablandırır. Burada siz Встретим вас, поселим, покажем, расскажем. Даже если вы ничего не будете брать, самое главное, чтобы вы остались рады, чтобы наша частичка осталась в вашем сердце. И будем рады помочь по всем вопросам, то есть начиная от юридических вопросов, физических вопросов, также и покупка, и переезд, и все остальное. Во всех направлениях мы работаем. То есть у нас большая компания, которой мы дорожим, наше имя очень дорого для нас. Всегда ждем вас, приезжайте, пожалуйста. Мне тоже коротко. Türkçe. Еще раз? Türkçe yok. Türkçesi mi? Merhaba, salam, nasılsın? Merhabalar, selamünaleyküm. Maximus Invest ailesine hoş geldiniz. Teşekkür Her zaman bekleriz sizi. Ne olsa da sadece çay, kahve içmekle gelebilirsiniz. Almasanız da olur. Aynen. Ramazan'dan sonra zaten bir gün kaldı. İyi bayramlar. İyi bayramlar size dileriz. Her zaman sizi bekleriz. Her türlü, ne olsa da hepsi sorularda Yardımcı bize olacağız. gelebilirsiniz. Biz yardımcı oluruz. Her konuda ne olsa da. Çünkü bizim ailemizde, Maximus Invest ailemizde her şeyle oluyordu. Hepsi müşterilerle ayrı ayrı ilgileniyorduk. Maşallah. Biz de müşteri de demiyoruz, bizim ailemizin kardeşlerimiz, ablalarımız, teyzelerimiz. Teşekkürler. Bu arada Aslan kardeşimiz Qazaxstanlıdır ama Türkçe mükemmel konuşur, Rusça 5 yıl danışır. buradayım. 5 Allah'ın yıldır izniyle. buradadır. Aynen. Komple ailemle buraya geldik, yaşıyoruz. Güzel, hayatımız güzel. Belə əziz dostlar, Inkruzes gələcəyin liderləri toplantısında qonaqlarımızı Obadakı gözəl kompleksdə tanış elədik.
və bundan sonra digər obyektlərə keçəcəyik. Onları da göstərəcəyik qısa videolardan. Hamısını izləyə bilirsiniz. Sağ olun, var olun. Gələn videolarda görüşənədək.